Qardaşlar, biz axırıncı dəfə bir mövzunu açdıq. Vətəndaş dialoqu məsələsi idi və mən gördüm ki, bəzi insanlar vətəndaş dialoqunu debatla və ya da mümkündür ictimai razılaşma ilə səhv salırlar. Azərbaycan mühitində bizə mütləq vətəndaş dialoqu lazımdır, çarəmiz yoxdur. İndi vətəndaş dialoqu nədir? Yəni biraz baxaq və debatdan fərqi nədir? Hansı xüsusiyyətləri var? Qeyd edək ki, hələ Platonun əsərlərində cəmiyyətdə, xüsusən Respublika kitabında, kitab var, Respublika maraqlı kitabdır. Rasional müzakirə ilə ədalətli cəmiyyət qurmaq haqqında bir fikir söylənir. Yəni cəmiyyət üzvləri gəlir, rasional şəkildə müzakirə edirlər. Bu debat deyil. Bunun ilk düzəltdilərini əsərində tapmaq olur. Aristotelin insan siyasi varlıqdır deyir və siyasi varlıq öz problemlərini biri-biri ilə nədir həll etməlidir? Sırf debatla yox, həm də nə ilə? Dialoqla. Biz indi adını vətəndaş dialoq qoymuşuq, dialoqla həll etməlidir. Birinci dəfə olaraq bu yaxınlarda mənim nəzərimi bir nöqtə cəlb elədi. Peyğəmbərin, Allah Rəsulunun Məkkədən Mədinəyə hicrət məsələsində vətəndaş dialoqunun yeri. Həmçinin bu söhbət millət antagonizminin həllində də bizə ciddi şəkildə kömək edə bilər. Ümumiyyətlə biz indiyəcən nəyə nəzərdə tutmuşuq? Sırf müsəlman olanları, amma bu Mədinə razılaşmasına görsə görərik ki, Allahın Peyğəmbəri məsələni geniş götürüb. Çünki o ayrı mövzudur və Azərbaycanda o da dərdimizə dəyər. Peyğəmbər gəlir Yəsribdə, xristiyan var, bütpərəst var, yəhudi var və müsəlman var və münafiq var. Ümumiyyət problemini orada necə həll edir? Fövqəladə gözəl şəkildə. Və o Azərbaycan mühitini biz sabah tətbiq edə bilərik. Hər kim müsəlman deyilsə bizə düşmən deyil və ya onu ümumiyyətdən hesab etməyə bu baxış yanlışdır. Bu sənədə səhifə deyirlər, vəsiqə deyirlər. Bəzilər onu Mədinə Konstitusiyası adlandırır. Peyğəmbərin ilk konstitusiya yazıb həqiqətdə. 47 maddədən ibarətdir. Bunun yazılma tarixi haqqında müxtəlif fikirlər var da. Bəziləri deyirlər ki, Bədir döyüşündən sonra olub, bəziləri deyirlər qabaq olub, bəziləri deyirlər uxuvvət məsələsindən sonra olub, bəziləri qabaq olub. Vaxt bizim üçün mühüm deyil ki, əsas o mühtəvasıdır. Deməli, mühacirlər Məkkədən gəlirlər Mədinəyə. Mədinədə olanlara ənsar deyirlər, bunlara mühacir deyirlər. Mədinənin özündə müsəlman qəbilələri olub, artıq bir hissəsi müsəlmanlaşıb, Os və Xəzrəc və Yəhudi qəbilələri var. Məsələn, Bəni Qureyzədir, Bəni Nadirdir, Bəni Qaynuqadır və müşriklər yaşayır. Peyğəmbər gəlir orada 47 maddədən ibarət bir qərar elan edir və onu imzalayırlar. Əsas prinsipləri, bir neçə prinsip var. Bu sənədə əsasən bütün tərəflər imza vuranlar, yəhudilər, xristianlar və müşriklər əgər imza vurursa vahid ümmət sayılır. Görürsünüz, bu bugünkü ümmət və millət antagonizmini Azərbaycanda biz bu prinsipə əsasən həll edə bilərik.